Salam dostlar, bax bu Oxford lüğətinin qalın. Bax bu boyda bu kitabı oxuyub bitirmək istəyirik inşallah. Görək. İndi burada qalmışdıq. Dünya bütün İngiliscə sözləri var burada. Deməli, acceptance. Acceptance deməli nə deməkdir? Gəlin baxaq. Deməli, tərifinə baxaq. The act of accepting a gift, an invitation, an offer, etc. Deməli, bir hədiyyəni, dəvəti, invitation dəvəti, təklifi qəbul etmək. Qəbul etmə. Please, yəni qəbul etmə deməkdir. Please confirm your acceptance of this offer in writing. Zəhmət olmasa təsdiqləyin, confirm, təsdiqləyin your acceptance. Öz qəbulunuzu, qəbul etdiyinizi təsdiqləyin. Nəyi təsdiqləyin? Bu, yəni təklifi nə cür qəbul edin? In writing, yəni yazılı şəkildə. He made a short acceptance. O qısa acceptance speech. Məsələn, o deyir qısa yəni belə deyək də qısa bir qəbul nitqi söylədi. Qəbul nitqi və yaxud da burada bax, he made a short speech of acceptance. O qısa bir qəbul bu şəkildə deyə bilərsən. Yəni acceptance speech ya da speech of acceptance. So ikinci mənası var. The act of agreeing with something and approving of it. Nəyisə təsdiqləmək ya da nəyləsə razılaşmaq. Məsələn, the new laws have gained widespread acceptance. Yəni yeni qanunlar neynədir? Widespread acceptance. Yəni widespread burada dostlar geniş miqyaslı deməkdir. Yəni geniş miqyaslı bir qəbul əldə elədi. Yəni hamı qəbul elədi, onu belə deyək. The process, sonra üçüncü mənası var. Acceptance sözünün. The process of allowing somebody to join something or be a member of a group. Nəyin prosesidir? Kiməsə icazə vermək ki, nəyəsə qoşulsun ya da nəyinsə, hansısa qrupun üzvü olsun. Məsələn, bunun cümləsində görəcək nədir? Your acceptance into the insurance plan is məsələn, guaranteed. Bir də deyirəm, your acceptance into the insurance plan is guaranteed. Sənin sığorta planına qəbulun, yəni zəmanət verilir. Yəni sığorta planına qəbuluna sənin üçün zəmanət verilir. Social acceptance is important for most young people. Əksər gənc əhali üçün sosial deməli belə deyək də sosial qəbul yəni insanların o gənc əhalinin qəbulu belə deyək. Yəni çox vacibdir. Dördüncü mənası var. Willingness to accept an unpleasant or difficult situation. Yəni willingness yəni istək, razılıq, könüllü şəkildə. Nəyə istək, razılıq? Xoşa gəlməz və ya çətin bir situasiyanı qəbul etməklə bağlı. Məsələn, burada ona aid misal da var. Acceptance of death. Ölümü qəbullanmaq. Acceptance of suffering. Acını, əzab, əziyyəti qəbullanmaq. Sonra bir dənə də burada var. Access, bunu da oxuyaq. A way of entering or reaching a place. Bir yerə daxil olmaq və ya çatmaq. Məsələn, cümlə içində bunu tam dəqiq biləcəyik. The police gained access through a broken window. Polis sınmış pəncərədən içəri, through yəni nəyəsə içindən, məsələn, pəncərənin içindən keçsən otağa falan, o mənada gedir, o through, qrammatik şəkilçidir bu. Pəncərənin içindən deyir, giriş əldə elədi, yəni otağa yəqin ki. Sonra, the only access to the farmhouse is across the fields. The only access to the farmhouse is across the fields. Yəni, yeganə giriş. Burada access dostlar giriş mənasındadır. Yəni yeganə giriş hara? Ferma binasına yeganə giriş. Dostlar bu ferma evi deməkdir. Yəni fermada yaşayış evi. Bax bu farmhouse. Yəni ferma evinə, ferma binasına yeganə giriş nəyin içindən getməkdir? Across burada içindən getməkdir. Yəni across içindən, arasından getməkdir. Yəni tarlaların arasından ancaq gedə bilərsiniz sonra. Across. Sonra disabled visitors are welcome. Yəni
Əngəl, əlil, disabled əlil deməkdir. Əlil ziyarətçilər xoş gəliblər yəni. Welcome burada o mənadır. Yəni ki, yəni xoş gəliblər də, xoş qarşılanırlar. O mənada xoş qarşılanırlar. There's good wheelchair access to most facilities. Facilities dostlar burada obyekt deməkdir. Obyekt, müəssisə. Yəni burada nə deyir? Deyir ki, burada yaxşı, yəni əlil insanlar üçün burada çox yüksək səviyyədə, yəni yaxşı wheelchair, yəni o əl arabası. Bax bu o deməkdir, wheelchair. Yəni əl arabası üçün əl arabası xidməti var, belə deyək. Əksər şeylərdə nədir? Obyektlərdə, müəssisələrdə facilities. Sonra access-in ikinci mənası var. The opportunity or right to use something or to see something. Yəni nədənsə istifadə etmək haqqı, hüququ və ya imkanı. Və yaxud da kimisə nəyisə görmək imkanı. Məsələn, students must have access to good resources ya da resources iki cür oxunur. Yəni tələbələrin yaxşı resurslara, mənbələrə giriş izni olmalıdır, giriş haqqı, hüququ olmalıdır. You need a password to get access to the computer system. Sənin parolun olmalıdır ki, password dostlar parol deməkdir. Yəni sənin parolun olmalıdır ki, nə etməlisən? Kompüter sisteminə giriş əldə edəsən. Access to, bax bu yeni sözdür, bunu yadda saxlayın. Confidential, məxfi deməkdir. Access to confidential information. Yəni məxfi məlumata giriş. Journalists were denied access to the president. Jurnalistlərə imtina verildi ki, prezidentlə görüşülsün. Yəni görüşülməyinə icazə verilmədi jurnalistlərə. Many divorced fathers only have access to their children at weekends. Yəni bir çox boşanmış, yəni çoxlu sayda boşanmış, divorced, boşanmış ataların yalnız uşaqlarını görmək hüququ var, have access. Görmək hüququ var nə zaman? Həftə sonları. Yəni burada məsələn Mötəzilə də onu aydınlaşdırıb ki, yəni məsələn they are allowed by law to see them only at weekends. Yəni onlara icazə verilir qanunla ki, by law, qanunla ki, onları görsünlər yalnız həftə sonları. Sonra access fiil kimi girmək, daxil olmaq. Access. Məsələn, computing, yəni kompüter elmində. To open a computer file in order to get or add information. Yəni kompüter faylını açırsan ki, nə məqsədlə? In order. O məqsədlə ki, məlumat əldə edəsən və ya artırasan. Add, artırasan. İkinci mənası. To reach. İkinci mənası nədir? To access. Bu da daxil olmaqdır. Yəni məsələn, to reach, çatmaq, to enter, daxil olmaq, or use something, ya da nədənsə istifadə etmək, use. The loft. Dostlar, burada loft sözünü sizə deyim nə deməkdir? Loft. Çardaq deməkdir. The loft, çardağa, can be deməli çardağa can be accessed by a ladder. Yəni çardağa bu da can be bilər deməkdir. Yəni çardağa nə ilə daxil oluna bilər? Bax o deməkdir. Daxil oluna bilər by a ladder. Yəni nərdivan by da ilə deməkdir. Nərdivan ilə, by a ladder. Nərdivan ilə çardağa daxil oluna bilər. Bax budur. Gələn dəfədə bu sözdən davam edərik. Access course.